Salam dostlar, biz bu günlərim Dubai bazarına gəlmişik. Burada olan meyvələri, sonra indi bəzi satıcılar var ki, indi heyvanla satırlar da, məsələn toyuqda. İndi onların hamısını sizə göstərəcəm. Dostlar, indi qapıdan girdik içəri. Baxın, burada belə şeylər satırlar. Burada baytarlıq aptek var, belə. Burada da taksilər var. İndi az-az belə çəkib göstərəcəm sizə. Sonra dostlar, burada top falan satırlar. Baxın, burada da belə. Burada toptan satışdır. Ora orta. Hara orta? Ha, ora toptan satılır. Bura toptan idi. Buralar yox, burada belə. Baxın, burada cüzələr var. Sonradan keçək. Burada belə şeylər satırlar. Dostlar. Çox belə çəkmək istəmirəm çünki narahat ola bilərlər də. Baxın. Belə lap qabaqda var, indi oranı da sizə çəkəcəm. Ora baxın. Belə çoxlu şeylər var. Burada belə. Buranın da marketidir. İçəridə belə bazarı, toxumlar, bitki dərmanları satırlar. Kafesi de var, et yeri falan. Burada belə çəkələr falan satırlar. Belə qabaqda belə şeylər var. Burada belə meyvələr var. Belə ətrafı çəkmək istəmirəm ki, insanlar rahatsız ola bilərlər də, yəni istəmirlər bəzi insanlar düşmək. Bura neçə ildə var bura, yoxsa təzə var? Gəncənin Dubai bazarı. Çox da Dubai ilə əlaqəsi olmasa da indi adı elədi də. Biz bura gəlmişik ki, buranı sizə göstərək. Sadəcə insanların narahat olacağını qeydə almamışıq. Risklə gəlmişik. Gedək, maraqlı şey olduqca sizə də göstərəcəm. Məşhur bütün bazarlarda olduğu kimi burada da belə şeylər var, yəni uşaqlar. Burada da, yəni normal bazarda nələr varsa burada da onlar var. Belə toyuqlar burada satırlar, bitkilər satırlar, çoxlu şeylər var. Buranın bu tərəfi də var. Burası topdan yerdə, bura topdan yeriymiş. Belə. İstəyirəm bu tərəfə. Göstər, bəs yaxşı buradan qarpız da o tərəfdədir. Burada da qarpız var. Biz bura gəldik, qarpız alacağıq. Sonra da gələcəyik evə. Qarpız alaq, videonu sonlandıracağım. Yəni buranı çox göstərmək istəmirəm də. Çünki yəni normalda necə ki bazarlarda topdan satan yerlər olur, burada elədir. Yəni topdan eyni şeylər var. Qarpızı aldıq. Hələ mən də demişdim ki, qarpızı alanda videonu sonlandıracağam. Qarpızı alanda çəkə bilmədim çünki narahat ola bilərlər. Çünki biz o tərəfi çəkəndə eşitdik də. Xoşları gəlmədi deyəsən. Ona görə videomuz buraya qədər idi dostlar. İzlədiyiniz üçün təşəkkür ederim. Sağ olun, izləmədə qalın.